Kino teatrında vaxt olmuşsunuz? 97-ci ildə. Nə bilim, dərslərlə əlaqədar gedir. O anda Hindistan gedir yapıyor. Bilet verirler gelir. Kino teatr. Ha, kino Azərbaycan filmləri olsa, çəkilsə, ilk dəfə gedib orada izləməyin başqa bir zövq alırsan. Xarici filmlər elə kaset alıb evdə də baxmaq olur, ekranda da verilir. Onun adında çox böyük fərq. Amma istəyərdi Azərbaycan filmləri çəkilsin. Əvvəla mən rayonda yaşayıram. Rayonda kino teatrlar demək olar fəaliyyət göstərmir. Şəhərdə tələbəli illərində də gedərdik kinoya və kinoya böyük marağı vardı. Axırıncı dəfə kino teatrda bir il bundan qabaq. Hansı filmə bax? Mən Amerika. Sənin üçün fərqi var, evdə baxdığın və ya kino teatrda. Hansı yaxşı? Kino teatrı. O hiç yadımda değil. Heç yazı. Yok. Niyə getmişsin? Çünkü meraklı değil. Şimdi televizyonun çoklu kino gösterdiler. Sizin üçün fərqi var, kino teatrda baxdığın və ya Yok. Teatrda hiç olmamışım. heç olmadı. Yok. Hayır. Bəs filmlərə harda baxdınız? Filmlere televizyonda. Hayır, getmir. Kino teatrda getdiniz. Abi gəlir. В кинотеатр иногда хожу тоже. А последний раз когда вы были в В кинотеатре? кинотеатре месяца 2 назад. Ходим. Сына ходим. Ну, в кинотеатре свой эффект, по телевидению свой эффект. Ну, конечно, желательно, чтобы свои фильмы тоже были. Потому что у нас старые фильмы очень интересные. Сейчас я уже не знаю, новые фильмы не смотрела. Старые фильмы очень интересные. Хотелось бы. Teatrda maraqlı. Кинотеатр мне вообще не очень. Hansı səbəbdən? Ben televizorda o kadar filmler gösterdiler ki. Sizin üçün fərq eləmir. Kino teatrda Fark baxdınız eden, yoxsa? fark eden. Video var mesela. Televizyonda verirler, o sizin fark eden. Ve yarzımdır. Kinoteatra vaxtım gedim. Niyə vaxt almışsınız getdiniz? Uşaqla əlaqədar. Не могу сказать, что регулярно, но иногда хожу. Kino teatrda gedən var. Təzə kinolar olsa, əgər kino teatrda hamı gedər. Biz də göstərilən kinolar onda elə evdə baxıram.